Cavan hər vaxtı xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 78.000 manata 3 otaqlı ev satışa çıxarıldı, paket kupçalı evdir. Ərazi bilirsiniz haradır. Nazim Marketdən, Sumqayıtdan gələndə sola dönürsünüz, Bakıdan gələndə sağa. Yəni o köhnə məhəllələr var ya, bahalı torpağı quru olan yer. Bax, həmən ərazidədir. Köhnə saray deyilən bir ərazidədir, qurudur ərazisi. Gələndə görəcəksiniz. Yəni burada sudan söhbət edilməz, su basmadan söhbət edilməz. Hər tərəfli yaxşı evdir. Qismən əşyalıdır. Mən deyəcəm nə qalacaq, nə götürüləcək. Dəmir rəşotkalar nə qədər vurulub, evinizin bax belə bir buradan girəcək hissəsi var. Görürsünüz bax belə. İstəsiniz buradan navigator düzəltdirə bilərsiniz. Qapının girəcək hissəsidir. Kanalizasiyası mərkəzidir. Qaz, su, işıq sayğacları var. Həyətində də bax belə əkin yeri burada saxlayıblar. Göy-göyərti ağacları hamısı qaydasındadır. Bu da padvalıdır. Bax yəni nümunə üçün padvalını göstərirəm. Görərsiniz ki, yəni bu ərazidə ümumiyyətlə nəmişlikdən söhbət gedə bilməz. İndi sadələyəcəm sizə nə qalacaq. 5-6 daş kürsülü evdir. Bax zəhmət olmasa gəlin. Bax girən kimi belə bir koridoru var. Bax belə bir koridordur. 3 otaqlı evdir. Elə birinci gəlin buradan qonaq otağına baxaq. Bax bu qonaq otağından, zalından bir dənə bu divan kreslo götürüləcək. Qalan nə qalır? Görür hamısı qalacaq evin içində, düzdür? Qalan gördüyünüz əşyalar hamısı evin içərisində qalacaq. Bu qonaq otağıdır, zalıdır. Bu kupçalı evdir. Saray qəsəbəsindədir. 78.000 manatadır. Qiymətində endirim olunacaq. Məsələn, burada mətbəxinə baxaq. Bax görürsünüz mətbəxi. Buradan da elektron əşyadır. Paltaryan qalacaq götürəcəksiniz. Paltaryan qalacaq. Xaladeniki götürəcəklər. Qalan qaz peçi, aspirator, kuxuna mebeli bunlar hamısı qalacaq. Bəs bunlar? Bunlar da qalacaq. Mətbəxə aid olan nə varsa hamısı burada qalacaq. Qonaq otağını göstərdim, mətbəxi də göstərdim. Məsələn, burada bir yataq otağı var. Bax bunu göstərirəm, buna baxın. Bax böyük bir yataq otağıdır. Taxtıdır, şifaneridir, komod, güzgüzat. Nə görürsünüz bir də təkirəm. Hamısı burada qalacaq. 78.000-dən də endirim olunacaq. Hələ sanitar qovşağına baxaq. Bu sanitar qovşağıdır. Qurulub hazır işləy vəziyyətdədir. Bu da yəqin ki, uşaq yataq otağıdır, düzdür? Bax bu da 3-cü otağıdır. İnşallah gələndə lap dəqiqliyi ilə sizə göstərəcəm bu evi. Yerləşdiyi ərazi həqiqətən super ərazidir. Gələndə görəcəksiniz. Yola yaxındır. Bu bursu Nazim Marketin yolu var ha. Köhnə indi asfaltladılar. Orada yaxındır. Prospekt yolu var ya, Tərlan yolu. Orada yaxındır. 2 dənə yolun ortasındadır bax bu ev. 3 otaqlı evdir. Qaz, su, işıq sayğacları var. Kanalizasiyası mərkəzidir. Qismən əşyalıdır. İndi mən sadaladım nə götürüləcək, nə qalacaq. Sonra qiyməti 78.000-dən narahat olmayın. Gəlin burada ev sahibi ilə danışın. Qiymətində endirim eləyəcək. Başqa nə demək istəyirsiniz? Naves üçün, həyətlərinin naves yığmaq üçün materialları var. Şiferi, zadı nə lazımsa alınıb. Onlar da evin üstündə verəcək yeni alan adama. Sağ olun.